Əziz Atbu TV izləyiciləri, ümid edirəm hər biriniz yaxşısınız. Havalar soyuq olsa da imtahanlar ard-arda davam edir. Bizə də maraqlıdır. Görəsən tələbələrin imtahanları necə keçir? Gəlin soruşaq. Salam, adınız nədir? Zeynəb. Zeynəb xanım, imtahanlarınız necə keçir? Yaxşıdır, hamısından A almışam, əlaçı olmağı düşünürəm. Aha, lap yaxşı. Bəs imtahanla bağlı hər hansı bir dəyişiklik etmək istəyərsinizmi? Xeyr, düşünürəm ki, şifahi formada keçirməsinin nitqim üçün daha inkişaf cəhətdən daha önəmlidir. Ona görə yəni dəyişiklik etməsini düşünmürəm. Aha, inşallah arzuladığınız kimi olar imtahan ballarınız gələcəkdəki. Yaşar bəy, bu imtahan sessiyasında neçə imtahan vermisiniz? 3 imtahan vermişəm. Aha, bunlar necə keçib? Hələ ki normal. Bir imtahandan kəsilmişəm 2 balla. O birlər amma normaldır. Aha, bəs imtahan prosesindən razısınız? İmtahan prosesi bəli, normal, yəni imtahandır. Dəyişiklik eləmək istəyirsiniz bu proseslərdə? Dəyişiklik yox, yəni imtahanlar şəffaf mühitdə keçirilir. Nəzarət yəni normaldır. Bir problem olmur yəni. Aha, Əfsanə xanım, bu imtahanda neçə bal gözləyirsiniz? Bu imtahandan 45 plus gözləyirəm. Aha, bəs hansı təqaüd formasını arzulayırsınız? Əlaçı. İnşallah alarsınız. İnşallah. Aha, Fidan xanım, imtahanlarınız necə keçir? Orta, yəni ki pis deyil, amma bir dənə kəsirim var. Aha, bəs bu imtahandan neçə bal gözləyirsiniz? 20-25 ortalama, 17 də olsa bəs eləyər, yəni ki problem. Aha, bəs ən maraqlı imtahan xatirənizi bizə danışa bilərsiniz? Okay, mülki müdafiə və tibbi yardım fənni deməli, 60 sualın içindən birini öyrənmişdim. İmtahana gəldim, bilet çəkdim. O bir dənə sual düşdü. Dərsdə nə qulaq asmışam, nə qulaq asmamışam. Yəni ki, yazıram, özümdə gülmək tutur. Nəzarətçi 15 dəfə, 20 dəfə durğuzdu, 30 durdu. Yanımdakı qızı da hamısını sorğu sual elədi. Axıra amma 32 bal gəldi. Yəni ki, mən fikirləşirdim ki, ayda mən indi bu 5 suala bir təhərlə cavab vermişəm. Burdan indi 17-ni çıxartmaq vardı, amma 32 bal gəldi. Aha, yaxşı gəlib. İlyas bəy, imtahanlarınız necə keçir? İmtahanlarımız yaxşı geçiyor. Yani memnunuz imtihanlardan. Ama vakitlerinden pek memnun değiliz. İmtihanlar arasında çok vakit var, çok günler var. Yani bu kadar günlerin olması biraz mantıksız geliyor bana. Yani her bir imtihan arasında 2 gün falan olsa imtihanları çabuk bitirip tatilimizi yapsak yani daha çok dinleniriz, daha çok derslere hazır oluruz. Bəs neçə imtahan keçirmisiniz hal-hazırda? Halihazırda 3 tane imtihan geçirmişiz. Bugün bir tane geçeceğiz. Bir tane kalacak. Bəs ballarınız necədir? Ballarımız yaxşıdır. Kaldığım yani kesildiğim imtihanım yok. Kesildiğim dersim yok. Yaxşı geçiyor dersler. İnşallah ballarınız arzuladığınız kimi gələr. Nəzrin xanım, bu imtahandan neçə bal gözləyirsiniz? 5 imtahan vermişəm, 40 plus olubdu. Ümid edirəm ki, bu da elə olar. İnşallah elə olar. Bəs bizə ən maraqlı imtahan xatirənizi deyə bilərsinizmi? Ən maraqlı, məsələn, tarix fənnindən bir sualı imenli oxumamışdım. İmenli o sual vərəq çəkən kimi qabağıma çıxdı və səsli oxudum bunu. Nəzarətçi falan yaxınlaşmışdı ki, nəsə problem var belə elə. Elə bilmişdi ki, sual ötürürəm, imtahandan çıxarmaq istəyirdi. Aha, bəs imtahan prosesindən razısınızmı? İmtahan prosesindən bəli, yoxlanışlar zamanı hamımız yüksək qiymət alırıq. Yalnız bir fəndən birinci semestrdə İKT fənnindən 31 nəfərdən 22 nəfərimiz kəsilmişdi. Aha, bəs kəsildikdən sonra apellyasiya verdinizmi? Bəli, apellyasiya verdik, amma getdikdə heç birimizə bal vermədilər. Heç bir düzəliş olmadı. Aha, çox sağ olun. İmtahan ballarınız çıxdıqda rəylərdə bildirməyi unutmayın. Fatimə xanım, imtahanlarınız necə keçir? İmtahanlarım hələ ki yaxşı keçir mənə görə. Almışam imtahanlarımdan. İnşallah bundan da sonra davam edər bu nəticə. Psixoloji cəhətdən çox stressli keçir. Yorulduğumu hiss eləyirəm, amma son az qaldığı üçün çalışıram ki, sonuna qədər gətirim. Belə hələ ki yaxşıdır, amma çətinlikləri də var əlbəttə. Maksimum dərəcədə hamısını oxumağa çalışıram. Belə. Təşəkkür edirik. İnşallah bundan sonra çıxan imtahan ballarınızı rəydə qeyd etməyi unutmayın. Aysun xanım, imtahanlarınız necə keçir? İmtahanlarım əslində yaxşıdır. Hələ ki bu gün də imtahan verəcəm. Görək inşallah yaxşı olar. Bəs bu günə qədər neçə imtahan vermisiniz? Bu günə kimi 2 imtahan vermişəm. Bu gün də 3-cü, hələ 2 də qalıb da verəcəm. Ballarınız necədir? Əslində giriş ballarım yaxşıdır. İnşallah ki çıxanda da yaxşı olar.
İnşallah. Bəs hansı təqaüdü arzulayırsınız? Hələ adi alım bəsimdir. Əslində kifayət edir. Ona görə yəni zərbəçi də əlası da gözüm yoxdur. Salam Validə xanım. Görünür ki, siz imtahan prosesində müşahidəçisiniz. Müşahidəçi qismində imtahan prosesi sizin gözünüzdən necə gedir? Salam, hər vaxtınız xeyir. Ümumilikdə ATBU-da imtahan prosesi yüksək səviyyədə təşkil olunmuşdu. İmtahanların şəffaf keçirilməsi üçün lazımi şərait yaradılır. Həmçinin nəzarətçilər və müşahidəçilər öz vəzifələrini lazımınca yerinə yetirirlər. Aha, bəs bizə ən maraqlı imtahan xatirənizi deyə bilərsinizmi? Müşahidəçi qismində rastlaşdığım xatirələrdən biri odur ki, tələbənin əlində kopya olduğu halda öz boynuna atmışdı, amma buna rəğmən onun işi ləğv olunmuşdu. Aha, təşəkkür edirik sizə. Bugünkü sorğumuzun sonuna gəldik. Tələbələrimizin də fikirlərini öyrəndik. Bəs sizin imtahanlarınız necə keçir? Rəylərdə qeyd etməyi unutmayın. Mənim isə ən çətin imtahanım hələ qabaqdadır. Elə isə gedim hazırlaşım. Hələlik.